Baxın, 12 avqustdan qorxanlar qorxmayın, boş bir şeydir, heç nə olası deyil. Əgər qorxacaq bir şey varsa, mən onu hiss edərdim. Yoxdur elə bir şey. Düzdür, bəzi energetiklər adlandırdığı insanlar var, əsasən rusların və türklərin. Deyirlər ki, sabahki gün belə olar, falan olar, nə bilim, nə olar, enerji belə olar, nə bilim, heç bir şey olası bir gün deyil. Uzaq başa bir günəş tutulmasa da idi, qutardı getdi bəzi ölkələrində. Qorxacaq olan bir şey olanda mən deyəcəm sizə, o da ki, zəlzələdir. Qorxacaq bir şey varsa, o zəlzələdir və zəlzələlərdir. Azərbaycan üçün əsasən və dünya üçün. Qorxmalı olan şey zəlzələlərdir və xəstəliklər, heç o var. Bir də dünya savaşı. Dünya savaşının olmamaq bizim əlimizdə deyil. Amma zəlzələlər də bizim əlimizdə deyil. Ən azından zəlzələdən qorumaq bizim ən azından əlimizdədir. Ona görə sabah 12 avqustdan heç kim qorxma. Heç bir YouTube'larda, şeylərdə paylaşdığı kimi insanlara göyə qalxsın, 7 saniyə hava kəsilsin, belə şey gözlənilmir, olmayacaq. Öz hisslərim mənə belə güvənərəkdən deyirəm. Olacaq bir şey varsa, zəlzələlərdən qorumaqdır. O da sabahki gün üçün deyil. 2028-ci ilin hansısa bir günə qədər baş verəcək dünyanın bir çox ölkələrində yaşayan Azərbaycanlı və dünya üçün deyirəm. Bir çox şəhərlər, bir çox ölkələrdə və habelə də bizim Azərbaycanda da baş verəcək zəlzələlər 2028-ci ilin sonuna qədər həddindən çox şiddətlənəcək. Əsas zəlzələlərdən qorxmaq lazımdır. Sabah 2026-cı ilin avqustun 12-sindən qorxmaq lazım deyil. Təbii ki, qorxmuyorsunuz, bilirəm. Çünki bəzi blogerlər elə iddia edirlər ki, o saniyələr gələnə qədər hər şey o qədər rahat olacaq ki, o saniyələrdə olacaq deyənlər də var. Onlar hamısı birim xətrinə özlərini reklam eləmək üçün danışanlardır. Mən isə həmişə öz reklamlarımla, proqnozlarımla, sözlərimlə demişəm ki, ən çox qorxmalı olan şey zəlzələdir. Əsas qorxmalı olan şey zəlzələdən qorxun. Zaman gələndə bu 2028-ci ilin sonuna qədər bu zəlzələlər dünyanın bir çox yerlərində adi bir hala gələrək çoxlu zəlzələlər olmasa və habelə də Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan, dünyanın hər yeri beşik kimi sallanmasa 2028-ci ilin sonunda deyirsiniz ki, bəs bir-iki dənə zəlzələ olub ki, nə oldu? Bəli, dünya zəlzələlərdən qorxmalıdır. 12-ci avqustdan yox. Mən sizə bunu əmin olaraq deyirəm. Sağ olun.